Biz həyatımızda nəyə inanarıqsa, onu yaşayarıq. Hər zaman bu şəkildədir. Kainat bu şəkildə qurulmuşdur dostlar və kainatın bənzəri çəkər, yəni rezonans qanununa əsasən olar bunlar. Biz nəyə inanarıqsa, həyatda onlarla qarşılaşarıq. Ona bənzər insanlar, ona bənzər vəziyyətlər ilə qarşılaşarıq dostlar. Bu müqəddəs Quran kitabında da müxtəlif bənzətmələrlə açıqlanmışdır. Diqqət edib araşdırıb oxusaq, bu bizim önümüzə çıxacaqdır. Bu şəkildədir. Və bunu da deyim ki, şuurlu hissədə mən nəyisə istəyirəm demək, sənin həqiqətən də onu istədiyin anlamına gəlmir. Şuurun daxilində, şuurun altında. Sən onu müəyyən səbəblərlə istəməmiş ola bilərsən, istəməzsən və ona görə də onu həyatında reallaşdıra bilməzsən. Yəni şuur başqa, şuurun altı isə tamamilə başqa sistemlə işləyir. Bunu artıq bilməliyik və onu da qeyd edim ki, şuurun altında olan bu sistem dəyişə bilən sistemdir. Əgər o dəyişərsə, insanın həyatı da dəyişər. Bu mümkün ola biləcək bir şeydir. Boş xurafələrə deyil, reallığa, gerçəkliyə inanacaqsan. Əgər sən inandığını reallaşdıra bilirsənsə həyatında ki, bu şəkildə reallaşdırırsan onsuz da, demək ki, bu inanclarını dəyişdirərək də yaşaya bilərsən. Bu mümkündür. Bunu bilməlisən dostum.